Seçimlər çox olsa da Novruz bayramı tətilini xarici ölkələrdənsə bölgələrdə qeyd edənlərin sayı daha çoxdur. Çünki milli bayramlarımız bölgələrdə daha maraqlı, daha rəngarəng, ən əsası isə özünəməxsus ənənələrlə qeyd olunur. Bu il Ramazan və Novruz bayramlarının eyni vaxtda təsadüf etməsi səbəbilə qarşıdan bizi uzun müddətli tətil günləri gözləyir. İstirahətini əvvəlcədən planlayanlar artıq turizm şirkətlərinin təkliflərindən yararlanmağa başlayıblar. Öz qohumlarımla, əzizlərimlə bir yerdə keçirəcəm. Bakıda keçirməyə planlaşdırırıq. Quba, Qusar və yaxud da Qarabağ zonası istəyərdim gezmək. Planlaşdırıram böyük ehtimalla Gəncə şəhərinə və Şamaxı şəhərinə bayramlarda getməyi. İstirahətə Qubaya və yaxud da hansısa rayonlara gedə bilərəm, amma Novruz tətilində öz yarımı Sabirabada getmək istəyirəm. Novruz bayramı ilə əlaqədar ölkənin müxtəlif istiqamətlərinə axın isə təsadüfi deyil. Çünki milli bayramımız bölgələrdə daha maraqlı və fərqli təşkil olunur. Hər bölgənin özünə məxsus adət-ənənəsi yerli və əcnəbi turistləri daha çox cəlb edir. Son zamanlar ən çox populyar olan istiqamətlərdən biri Şahdağ, Tufandağdır. Bizim Azərbaycan vətəndaşları üçün çox populyar olub bu istiqamətlər. Hətta uşaqlı ailələr də artıq oraya üz tuturlar. Amma Novruz bayramı ərəfəsində daha çox Şəki istiqaməti, Quba istiqaməti, bir də Qəbələ istiqamətinə daha çox üz tuturlar. Yeni turizm istiqamətlərindən biri də Qarabağ bölgəsidir. Xüsusilə işğaldan azad olunmuş ərazilərə maraq son illərdə daha da artıb. Bu ərazilərdə yeni otellərin inşası həm xidmət keyfiyyətini yüksəldir, həm də qiymət baxımından rəqabət mühitini gücləndirir. Xüsusi günlərdə və bayram mövsümündə qiymətlər 20-25% daha yüksək olur. Belə ki, şimal bölgəsində, Quba-Qusar bölgəsində 4 ulduz otellər bayram günlərində 150-200 manata təklif olunur və 5 ulduz otelləri bayram günlərində 250-300 manatdan təklif olunur. Cənub bölgəsində qiymətlər nisbətən ucuzdur. Burada 4 ulduz otellər bayram günlərində 100-120 manatdan başlayan qiymətlər var. Beləliklə, uzun müddətli tətil ərəfəsində bölgələrə maraq daha da artıb. Ənənəvi bayram ab-havasında yaşamaq istəyənlər üçün yerli istiqamətlər bu ildə əsas seçim olaraq qalır. Röya Salmanova, Sabir Şahvələdov, Telesəhər.